Kərbəla şəhidləri, öz şəhidlərimizin haqqında salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Boynumuzda haqqı olan dünyasını dəyişən o qəbirlər ki, gedib ziyarət edə bilmirik. Möminə, seyidə, varis, müvaris haqqında salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bu məclisdə gözləri olanlar var, xəstələr var, müşkülü olanlar var, çətinlikdə olanlar var, zindanda olanlar var, ruzisi olmayanlar var, hər kəsin bir cür müşkülü var. Müşküllərinin həll olması üçün, xəstələrinin şəfa tapması üçün, hər nə çətinlikləri varsa aradan getməsi üçün salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Özünüzün səlamətliyiniz üçün salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vettini vezzeytun ve tur sinin ve hazel beledil amin. Vettini vezzeytun ve tur sinin ve hazel beledil amin. Laqad khalaqnal insana fi ahsani taqvim. ثم رددناه أسفل سافلين. لقد خلقنا الإنسان في أحسن تقويم. ثم رددناه أسفل سافلين. إلا الذين آمنوا وعملوا الصالحات فلهم أجر غير ممنون. فما يكذبك بعد بالدين. إلا الذين آمنوا وعملوا الصالحات إلا الذين آمنوا وعملوا الصالحات فلهم أجر غير ممنون. فما يكذبك بعد بالدين. أليس الله بأحكم
الحاكمين أليس الله بأحكم الحاكمين صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار صلوات اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم يا أيها الذين آمنوا استعينوا بالصبر والصلاة إن الله مع الصابرين صدق الله العلي العظيم Peygamber alı Peygamber'e salavat şükürler. Allah'ın salamı olsun siz əziz, değerli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən və bizi izləyən hər kəsə. Allah'tan diləyək etdiyimiz duaları, qıldığımız namazları və bu 10 gün ərzində saxladığımız əza və təziyə matəmi bizdən ali dərəcədə qəbul eləsin inşallah. Və Allah'tan diləyək ki, Allah bu əza məclislərini, mühərrəm gecələrini bizim ömrümüzün axırıncı mühərrəm gecələri qərar verməsin inşallah. Möhtərəm cəmaatımız, adətimiz üzrə bildiyiniz kimi zəmana imamımıza təvəssül edib, İmam Hüseyin əleyhissalama salam verib söhbətimizə başlayırıq. Odur ki, inşallah elə əyləşdiyin yerdə fərəz duasını birlikdə inşallah oxuyaq. Bismillahirrahmanirrahim. Allahümme liyekal Haccat ibnil Hasan Salavatuka aleyhi ve ala في كل ساعة عليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك توا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد
الحسين وعلى أصحاب الحسين الذين بذلوا محجهم دون الحسين عليه السلام. يا ليتنا كنا معكم فنفوز فوزا عظيما ورحمة الله وبركاته. Zamana imamımızın zuhurunun təcilünə sələvat çəkək. Allahümmə salli ala Muhammed. Möhtərəm cəmaatımız, bildiyimiz kimi bu gecəyə adətən Şam-ı qəriban deyirlər. Yəni qəriblərin, kimsəsizlərin gecəsi, Şamı. Bu rəmzi mənada niyə Şamı qəriban deyirlər? Bu gecə o barədə danışarıq. Amma ondan öncə bir neçə kəlmə deyib, inşallah sonda bugün biraz söhbətimizi müxtəsər edərik. Çünki dünən gecədən oyaq olan aramızda əzizlər var. Sinəzən qardaşlarımız, biz özümüz də və günüzdə Aşura günü olduğundan elə məsciddə olmuşuq. Sabah Allah ömürdən vəfa qılsa yaşasaq, sabah günortada ilə cümə ilə bağlı və onun ardınca imamın üçü bir söz hər gün arda-arda olduğundan bugün biraz müxtəsər edərik ki, inşallah sabaha və birisi günümüz üçün də daha gözəl bir şəkildə İnşallah ki, məclislərimizi qeyd edək və Şam-ı qəriban sözünün istədim qısaca izahını edək ki, bildiyimiz kimi bugün İmam Hüseyin əleyhissalamı və Yar-ı Ənsarını şəhid edəndən sonra xanım Zeynəb salamullah əleyha onların əsirlərin başında dayandı. Düzdür, İmam-ı Zeynül Abidin ağa imam idi. Amma İmam Hüseyin əleyhissalam şəhid olmazdan öncə öz balalarını xanım Zeynəbə, bacısı Zeynəbə tapşırdı. Hətta o əsirlikdən azad olub qaydanda Nöman ibn Bəşir adında bir nəfəri təyin eləmişdilər qaydanda. Gedəndə o qədər hörmət eləməmişdilər, diqqət eləməmişdilər. Amma bu Nöman ibn Bəşirin Əhl-i Beytə mərifəti, məhəbbəti var idi. Əskərlərə tapşırmışdı ki, bunlar Peyğəmbər balalarıdır. Dayanmaq istəsələr, karivandan uzaq duraq ki, rahat olsunlar, rahat şəkildə qayıtsınlar. O qaydanda tarixdə var, mərhum Seyyid ibn Tavus Luhuf əsərində yazır, deyir, iki yol ayrıcına gəlirlər. Yolun biri Mədiniyə gedir, biri Kərbəlaya. Gəlir İmam Zeynül Abidin ağaya Səccadım deyə mərifəti var imiş İmam Səccada. Səccadım, biz iki yol ayrıcındayıq. Yolun biri Mədiniyə, biri də Kərbəlaya gedir. Hansı istiqamətə yol alaq? Buyurdu ki, bizim bu karivanın başçısı bibim Zeynəbdir. İmam idi, amma istiqamətləndirdi bibisi Zeynəbə. Nöman ibn Bəşir, Bəşir deyir, gəlir, yaxınlaşır, ədəblə salam verir, ya əmməti Zeynəb, bibi Zeynəb deyə müraciət eləyirdi. Biz iki yol ayrıcındayıq. Yolun biri Mədiniyə, çünki bunlar Mədinəli idilər, Mədiniyə qayıtmalıydılar. Biri də Kərbəlaya, hansı yolla gedək? Deyir, xanım Zeynəb salamullah əleyha Kərbəlanın adını eşidəndə
Dedi, mən qardaşım Hüseynə doyunca ağlamamışam. Mən qardaşım Hüseynə doyunca ağlamamışam. Həm də qardaşımdan xəcalətliyəm ki, əmanətini bilirsiniz də, Səfər ayının ilk günlərində, 4-də xanım Rüqəyyə salamullah əleyhə ata ayrılığına dözə bilmir. Ürəyi partlayır, o kəsik başı qucaqlayır. Əhvalatlarını inşallah danışacaq. Amma istəyirəm o sözü ora gətirəm ki, xanım Zeynəb salamullah əleyhə deyir ki, mən qardaşımdan da xəcalətliyəm. Mən onu ziyarət etmədən gedə bilmərəm. Onun əmanətini də qoruya bilmədim deyə. Bir sözlə karvana rəhbərlik, başçılıq xanım Zeynəb salamullah əleyhədə olur. Və bu gecələrə də Şam-ı Qəriban deməkdə məqsəd, yəni artıq xeymələrdə bu gecə şam yanmırdı, çıraq yanmırdı. İmam Hüseyni şəhid edəndən sonra onun balaları, bacıları, qardaşı balaları qaranlıq gecə həm özləri qürbətdə, vətəndə qərib olmaq çox çətin məsələ. Adam öz vətənində qərib ola, bu ağırdır. Başqa yerdə qərib olanda adam qəbullanır ki, öz yeridir. Amma öz doğma diyarında o ümmət ki, bilə sən Peyğəmbər balasısan, Peyğəmbər ailəsisən, o xanədandansan, amma yenə sənə hörmətsizlik edələr, bu insan üçün çox ağır olar. Bir sözlə, bu axşam Şam-ı Qəriban adlanır, amma Rəbbimizə sonsuz həmdlər, sənalar olsun ki, biz ağamız İmam Hüseyn əleyhissalamın və yar-ı ənsarının sevgi, məhəbbətini qəlbimizdə daşıyırıq. Allah bu sevgi, məhəbbəti bizim qəlbimizdən heç zaman almasın. İmam Hüseyn əleyhissalamın doğrudan da o sevgi, məhəbbəti insanın qəlbində olmasıyla insanın ruhunun paçlanması və insanın ruhunun nurani olmasına səbəb olur. Allah bu nuru bizə çox görməsin inşallah. İmam Hüseyn əleyhissalamın dilindən bir neçə kəlmə vəsf olunan sözləri deyib və bu gecənin əhvalatına toxunacam. Ya Hüseyn, vird eləyib adıvı hər an demişəm. Bura analarımız, bacılarımız, ata və qardaşlarımız biz Ya Hüseyn deyə gəlmişik bu yerə. Bizi bura toplayan Hüseyn ibn Əlinin məhəbbətidir. Hüseyn ibn Əlinin o eşqidir. Bu gecənin bu vaxtında 10 gün sərasər müxtəlif yerlərdən bizim aramızda olanlar var. Adi vaxtlarda işdən gələndə yorlardın, narahat olardın. Amma işdə olanda ürəyin çırpınır ki, işimi elə tez bitirim, gedim ağam Hüseynin məclisində oturum. Əgər bu haldasansa bil ki, İmam Hüseynin o eşqi sənin qəlbi və ruhuna hopub, sənin o qəlbin onu ilə döyünür. Ya Hüseyn, vird eləyib adıvı hər an demişəm. Eşidən vaxtda mübarək adıva can demişəm. Nə zaman ağamın adı gəlib, demişəm, ağa, canım sənə qurban olsun. Hətta böyük insanlar ruhlarını fəda edib, baladan keçmək çətindir, amma Zeynəb-i Ülya kimi o əhvalatlarını eşidibsiz. Bu aralarda da işarətlər oldu. 2 balasın belə qurban verdi İmam Hüseynin yolunda. Ya Hüseyn, vird eləyib adıvı hər an demişəm. Eşidən vaxtda mübarək adıva can demişəm. Çoxları sinni keçəndən sonra gəlmiş qapıva sin yaş. Mən vəli canı fəda adıva çoxdan demişəm.
Bir kəsə sirrimi bu dəhridə bildirməmişəm, ağacan, ya Hüseyn. İndi burada hərənin qəlbində bir dərdi var, bir sözü var. Bəzən görürsən ki, insanın elə dərdi olur, heç ata ona da bölüşə bilmirsən, anaya da deyə bilmirsən, ailəyə də deyə bilmirsən. Bəzən dost tapıb dosta da deyə bilmirsən, xanım öz rəfiqəsinə də deyə bilmir. Bilirsən niyə? Çünki tərəfin tutumu odur, zərfiyyəti odur. Əmirül Möminin Əli ibn Əbi Talib ağa niyə ürək sözünü quyuya deyərdi? Kumeyli ibn Ziyad Nəxəi imamın o sözlərini quyuya deyəndə, danışanda qələmə alıb, yazıb. Ürəyin çox dolanda get dəniz kənarına, bəzən daşla, ağacla danış, amma bəzən insanın tutumu odur, sən onunla ürəyi açasan, dərd dil eləyəsən. Bir kəsə sirrimi bu dəhridə bildirməmişəm, bu dövrdə, bu zamanda, tək sənə dərdimi ey Xosrovu Xuban demişəm, ey yaxşıların arzu elədiyi şəxs. Zindəgimdə sən üçün töhvi qabil yoxdur. Ağa, mən etiraf eləyirəm ki, mənim bir əməlim yoxdur ki, deyəm o əməlimə görə mənim deyəcəyim sözü məndən qəbul et. Zindəgimdə sən üçün töhvi qabil yoxumdur. Yəni, bir əməl götürüm, gətirim, təqdim eləyim ki, ağa, mənim bu əməlimə görə mənə nəzər elə, olanım təkcə canımdır, onu da sənə qurban demişəm. etiraf edir ki, bir əməlim yoxdur, əməl sahibi deyirəm. Amma bu canı ki mən daşıyıram, bu can ki mənimdir, deyir əlimdə olanım canımdır, onu da sənə qurban demişəm. Olanım təkcə canımdır, sənə qurban demişəm. Müstəməndəm, üzü qarə, əli boş, sinə dolu. Ya İmam Hüseyin, səndən bir istəyim var, etiraf eləyirəm. Üzü qarə, günahlarım çox, əməldən əlim boşdur, amma ürəyim doludur. O qədər ürəyimdə sözlər var, o qədər dərdi dil eləməyə sözüm var. Buyurur ki, üzüm qarə olsa da, əlim boş olsa da, ağacan, səndən bir istəyim var. Elə hamımızın dilindən, inşallah ki, bu 10 gün ki, mərifətlə, məhəbbətlə bu məclisdə əyləşmisən, qulaq asmısan. Müstəməndəm, yəni səndən bunu arzulayıram. Sözüm budur ki, nə olar bir gün olam, qəbrüvə mehman demişəm. Günahkar olsam da, amma Allahdan istəmişəm ki, mən ölməmiş sənin qəbri ziyarət eləyim, sonra Allah mənim canımı alsın. Müstəməndəm, üzü qarə, əli boş, sinə dolu, nə olar bir gün olam, qəbrüvə mehman demişəm. Tikmişəm gözlərimi, məndə kərəmli əllərivə. Çün yolçular belə şəhdən görər ehsan demişəm. Bilirəm ki, sən şah oğlu şahsan, kəramət sahibisən. Mənim ləyaqətim olmasa da, amma sənin ləyaqətin çatır ki, mənim bu arzumu mənim barəmdə qəbul edəsən. Bir ömr bəzmi əzada sənə dil dağlamışam. Ağa, sənin adı harda məclis qurulub, gedib orada əyləşmişəm. Uzaq yoldan gəlmişəm. İşdən gəlib sənin məclisində əyləşmişəm. Bir ömr bəzmi əzada sənə dil dağlamışam. Vardı bir dərdim, onu didi giryan demişəm. Ağlaya-ağlaya bunu demişəm ki, başımın üstə əvvəl gecədə sən gələsən, ağa, bu təmənnanı əyan, cahidə pünhan demişəm. Bəzən olub ki, aşkarda, bəzən də gizlidə demişəm ki, kaş qəbrimin ilk gecəsində başımın üstə gələsən, baxasan
guşeyi çeşmi ilə bəsimdir Mövla. Gözün ucu ilə əgər nəzər eləsən, bəsimdir. Ola qurban o gözə aləmi imkan demişəm. Peyğəmbər alı Peyğəmbərə salavat şəkildə. Bu gecə xanım Zeynəb salamullah əleyhanın ən ağır gecələrindən biri idi. Əgər aramızda körpə vaxtında atasını, anasını əlindən verən əzizlərim varsa, bu deyəcəyim sözləri onlar daha yaxşı bilər. Mən biraz qeyd etdiyim kimi müxtəsər edəcəm ki, əziz Kərbəlayı Seyid Nail qardaşımız davam eləyər, Şam-ı Qəriban rövzəsini oxuyar. Mən müqəddimə olaraq bir neçə kəlmə deyəcəm. Bilirsinizmi niyə xanım Zeynəb salamullah əleyhaya bu gecə çətin oldu? Zülmət qaranlıq gecə, o məlunlar hələ əsrlər yola düşməyib. Bu gecə qalıblar. Kərbəlada tarixin yazdığına görə. Təsəvvür edin, xeymələrdə o körpə balaların hər birini ayrı-ayrılıqda ovundurmağa çalışır. Bütün balaların o atası, qardaşın əlindən verən körpə uşaqları. Amma onlar biraz sakit olanda xeymədən çıxır xanım Zeynəb salamullah əleyha o başsız bədənlərə baxır. Nizədə olan başlara baxır. Xanım üçün nə qədər ağır bir səhnəni bir gözün qabağına gətir, bir təsəvvür elə. Bir yanda körpə uşaqların naləsi, bir yanda da o başsız bədən və nizədə olan başlar. Xanım Zeynəb salamullah əleyha üçün ən ağır gecələrdən biri idi. Özü ağlamırdı, balalar ağlamasın deyə. Amma bir deyil, iki deyil, o körpələri sakitləşdirməyə çalışır. Amma yazırlar, bu gecələrin söhbətləridir. O məlunlar, namərdlər başları niziyə vurub xanım Zeynəb salamullah əleyhanı və digər əsirləri dəvələrə mindirəndə onların qollarına, ayaqlarına, boyunlarına zəncir bağlamışdılar. Zəncir qatar formasında, şəklində. İmam-ı Zeynulabidin ağa deyir ki, bizi bir-birimizə o qədər yaxın zəncirləmişdilər ki, birimiz yıxılanda o birimiz də yıxılırdıq. Bir o səhnədə təsəvvür elə, insan nə qədər azğınlaşar, nə qədər zülmü qəbullanar ki, 4 yaşında balanın təsəvvür elə İmam Zeynulabidinin boğazına düşəndə o 4 yaşlı balaların, 5 yaşlı balaların boğazında zəncir necə olar? İndi bizdə o valideynlər bilir də, yolda əgər tanımadığın bir 4-5 yaşında qız uşağı yıxılanda özündən ixtiyarsız onun əlindən yapışırsan, əgər biraz yaralansa, xəsarət alsa, öz balon təki onu əzizləyirsən. Amma indi təsəvvür elə, qızmar günəş altında hərəkət edirlər və o körpə balalar da zəncir boynunda, qolunda hərəkət edirlər. Yazırlar, gəlib bir yerə çatırlar. İbn Ziyad o məlunun göstərişi ilə elan etmişdilər ki, İmam Hüseyin əleyhissalamın və Yar-ı Ənsarının o kəsik başlarını Şamə gətirsinlər və cəmaata nümayiş eləsinlər, göstərsinlər. Əgər hər kəs etmiş olsa, bu işi təkrarlamış olsa, onların da aqibəti belə olacaq deyə düşüncəsi ilə. Orada qeyd eləyirlər ki, xanım Zeynəb salamullah əleyha
İmam Zeynulabidin Ağaya deyir: Səccadım, sən onlardan, o namərdlərdən xahiş elə ki, zaten qardaşımın və balalarımın, qardaşım balalarının ki başını kəsiblər, o dağı sinəmə vurublar. Bari heç olmasa bu nizədəki başları biraz qabaqda aparsınlar ki, bu körpə balalar atalarının, qardaşlarının, əmlərinin başını nizədə görməsin. Görün nə qədər namərdcəsinə davranıblar ki, başlarını kəsmələri əlavə, amma niziyə vurub həmin nizədə onların gözlərinin qabağında onlara əlavə işgəncə verirlər və gətirib bir yerdə dayanırlar, Qinnisirin adlı bir yerdə. Suriyada Hələb və Həmus arasında olan bir yerdir. Orada bir kilsə var idi. İndi hal-hazırda da qalır. Həmin o Qinnisirin kilsəsində gətirirlər, o kəsik başları ora qoyurlar və həmin yerdə bir rahib qeyd eləyirlər. Rahib olur. Həmin gecə bu rahib bir qəribə bir səhnənin şahidi olur. Bilmir o kəsik baş kimin başıdır. Amma həmin İmam Hüseyin əleyhissalamın bu tarixdə var. Kəhf surəsindən ayənin oxuması, nizədə oxuması, yolda gələndə o Qinnisirinə qədər bir möcüzəvi hadisələrdən biri də bu olub ki, xanım Rüqəyyə salamullahi əleyha karvandan gecə vaxtı hərəkət eləyəndə düşür, uşaqdır, qalır karvandan geri. Biraz hərəkət eləyəndən sonra İmam Hüseyin əleyhissalamın o nizədəki başı enir. Nə qədər güc edirlər, onu hərəkət etdirə bilmirlər. Gəlirlər İmam Zeynulabidin ağanın yanına ki, bu kəsik baş nədən belədir? Deyir, qafiliyə baxın, ta özü əli qolu zəncirdədir deyə nəzarət eləyə bilmir. Deyir, ola bilsin ki, bizim bu qafilədən bir nəfər qalıb. Ona görə atamın bu kəsik başı hərəkət eləmir. Baxırlar, nəzər eləyirlər, görürlər o 4 yaşlı İmam Hüseynin o Nazənin qızı, Nazlı balası qafilədə yoxdur. O məlun deyir ki, onu gedib harda tapsam cəzalandıracam ki, bizim qafiliyə mane olub. Deyir, gələndə görür o 4 yaşlı balı ola, qaranlıq gecə ola, çöl ola, səhra ola. Bilmirəm ki, bu faciəvi sözün həqiqi mənasında Kərbəlanın hansı səhnəsinə nəzər salanda insanın qəlbin para-para eləyir. Günün günorta çağı mən sizi and verirəm, ay Əlinin qeyrətli şiələri, ay iffətli, ismətli analarım, bacılarım. 4-5 yaşında qız uşağını günün günorta çağı dükana göndərəndə 2 ev o tərəfə, 3 biraz gec gələndə narahat olursan. Amma indi gecə zülmət qaranlıq ola, çöl səhra ola, 4 yaşında uşaq tənha. Deyir, bu məlun o körpə balanın üstünə qəzəblə gələndə görür ki, vurmaq istəyir. Tarixdə yazırlar, deyir, mən Qəmər-i Munir-i Bəni Haşim Həzrət Əbəlfəzin qardaşı qızıyam, İmam Hüseynin qızıyam. Deyir, bəlkə bu sözləri deyə o məlun namərd balanı vurmaya, incitməyə. O körpə balanı qafiliyə gətirəndə hamıdan qabaq o qəhrəman-ı Kərbəla, o müsibətlər anası Zeynəb gəlir xanım Rüqəyyənin qabağına ki, Nazlım, Rüqəyyəm, o deyir, 4 yaşlı bala deyir, bibim, mən səndən küsmüşəm, səndən incimişəm. Məni qoyub nədən getmişsiniz? Deyir, gəlir, o kəsik başın yanında dayanır, qucaqlayır. Deyir, ata, sən olmasaydın, mən səhrada qalardım. Əgər sən dayanmasaydın, mən
Səhrada qalardım. Deyir, gətirirlər o qinnisirində həmin kilsədə bu kəsik başı qoyanda bu rahib görür, İmam Hüseyin əleyhissalamın başı olduğunu bilmir, Peyğəmbər balası olduğunu bilmir. Dedi, qurbanım oğlum, ey yaralı baş, kimsən? Gecənin bir vaxtıdır, kəsik başda bir ecaz görüb, orada bir nuraniyyət görüb, İmam Hüseynin o kəsik başı ilə şairin vəsfi ilə vəsf eləyib bu sözləri deyir. Dedi, qurbanın olum, ey yaralı baş, ey yaralı baş, kimsən? Boyanıb başdan axan qanı və göz qaş, kimsən? Annuva hansı günah üstə dəcib daş, kimsən? Dedi, mehmanam sənə bu kilisada mən. Dedi, mən bu gecə kilsədə sənin qonağınam. Nagahan qanlı dodaqlar vurulub bir-birinə, açdı kipriklərini, baxdı o qoca nökərinə. Dedi, adın yazılıb Fatimənin dəftərinə. Dedi, adın yazılıb Fatimənin dəftərinə. Ruzi məhşərdə bu xidmətlərin əvəzini alarsan, o yaman gündə gəlib dərdi və dərman alarsan. Dedi, sən ki mənim istəyirsən xidmətimdə durasan, yazılıb hökmü şəfaət sənə məsulü mənəm. Qiyamət günü mən söz verirəm, sənə özüm şəfaətçi olaram. Vəli, mehmanı və İsa'ya görə eylə kərəm. Sən Həzrəti İsa'ya xatir istəyirsən ki, bizə mehmanıva hörmət eləyəsən, qoyma çöldə qala qəmzədə ulduzlarımı, mümkün olsa gətir o çöldə qalan qızlarımı kilisaya. Orada İmam Hüseyin əleyhissalamın dilindən bunu nəql edir və orada imamın öz dilindən öz hüccətini tamam edir və imamın bu hadisəsindən sonra həmin o rahib İslamı qəbul edir. Battı gün geldi gece, bağrım olup kan yaralı. Battı gün geldi gece, bağrım olup kan yaralı. Mən sənə harda tutum şam-ı qəriban yaralı. Battı gün gəldi gecə, bağrım olub qan yaralı. Mən sənə harda tutup şam-ı qəriban yaralı. Yaralı can yaralı, qanına qəltan yaralı. Zeynəbin canı olar, canıva qurban yaralı. Yaralı can yaralı, qanına qəltan yaralı. Xanımın səsinə səs ver. Yaralı can yaralı, qanına qəltan yaralı. Zeynəbin canı olar, canıva qurban. Hələ üryan bədənin yerdə pərişandır Hüseyin. Bu qəmündən ürəyim
Lale sifət qandı Hüseyin Od vurub küf həllər Xeymələrim yandı Hüseyin Mən sənə harda tutum Şam-ı qəriban yaralı Yaralı can yaralı Qanına qəntan yaralı De görüm yaralı Qanına qəntan yaralı Zeynəbin canı ola Zeynəbin canı ola Canı ve kurban yaralı Bağıban ölsə Hüseyin Gülləri gülşəndə solar Qəm tutar gülşəni bülbül Ürəyi qəmlə dolar Resmidir her ölenin Şam-ı qəriban olar Mən sənə harda tutum Şam-ı qəriban yaralı Yaralı can yaralı Ben sana kurban Qanına qəltan yaralı can yaralı Qanına qəltan yaralı Zeynəbin canı ola Canı və yaralı Farag dağına kardeşin olaydı Dağ olaydı Bacın öleydi senin tek Kanına qəltan olaydı ay qardaş O gün ki sən Mədinədən Çıxıb çöllərə düşdün Qaleydi gün hərəkətdən Mədinə viran olaydı ay qardaş Xanımlar yığdı başına Zeynəb O yorğun əsrlər yığdı başına Qardaş qoymadılar sənə doyuncan ağlayım ay qardaş Ayağı çəkməli qatil Çıxanda sinövün üstə Əlindən almağa qılıncı bir müsəlman olaydı ay qardaş Ay qardaş, ay qardaş Belə yana yana lay lay deyir Dedi Hüseyin qətlügahında Hüseyin Dadə çatan Zeynəbəm Qanı qanimə məqsəldə qatan Zeynəbəm Əl yetir əlsiz üvə Ey əli əllərdə qalan Xəncərə həncərin üstə Əl atan Zeynəbəm Mən Zeynəbəm
Oldum göz yaşımdan, Garete gittim mecerim başımdan. Koydum Hüseyin'i qətligahda üryan. Şərməndəyəm kəfənsiz qardaşımdan. Qardaş heç qoymadılar sənə, doyuncan ağlayım ay qardaş. O şəhid anaları bir və bir öz balalarına lay lay dediler. Söz yetişti xanım Rübab. Allah heç bir ananın qəlbinə bala dağı çəkməsin. Xanım Rübab belə lay lay dedi Əli Əsgərdə. Ay dadım duzum Əli, bəxt ulduzum Əli, sinəmə süd gəlib bala, amma tapamırəm səni ay bala, ay bala, ay bala. Sənin ağlar gözlərinə qurban olum. Bala qızlar hamısı ağladılar, amma xanım Zeynəbin ürəyin yandıran o 3 yaşında Rüqəyyə idi. Hər dəfə soruşardı, əmmə Zeynəb atamın görüşünə nə vaxt gedərəm. Elə xəcalət qalıb, xəcalətli canıma, ağlayanların qurban Zeynəb, Zeynəb, Zeynəb. Bilmirik bu 10 günü Hz. İmam Hüseyin aleyhisselama əzadar olduq. Şam qəribanında iştirak elədik. Amma Xudaya bilmirik, bəlkə də ömrümüzün axır aşurasıdır. Bəlkə də ömrümüzün axır Şam-ı qəribanıdır. Bəlkə də biz gələn Mühərrəmi görmərik. Amma bir sözümüz var ürəyimizdə, ya Əbu Abdillah, biz səni ağlamaqdan doymadıq. Biz sənin matəmindən sənə sinə vurmaqdan doymadıq. Bu günləri Aşuradan sonra gördüm o bəzi qardaşlar qırağa çəkilib elə yana-yana anlayırlar. Deyirlər, ya Əbu Abdillah, biz doymadıq sənə sinə vuraq. Biz doymadıq sənə ağlamaqdan. Ya Əbu Abdillah, bizə nəsib olacaq gələni sənə ağlayaq. Ya Əbu Abdillah, biz səni çox istəyirik. And olsun Allah'a, biz səndən ayrılmarıq. Ya Əbu Abdillah, sənin balalarına bizim canımız qurban. Bax, bəziləri yorğun gəlirlər, işdən gəlirlər, amma gəlirlər o qara köynəkləri geyinirlər əyinlərinə. Deyirlər, nə qədər canım ağrısa da, nə qədər yorğun olsam da, Zəhra balasının məclisi boş qalmasın. Hüseynin məclisi boş qalmasın. Ay xanım Zəhranın ürəyi şad eləyənlər, ay xanım Zeynəbə kömək eləyənlər, ay bu gecə Şam-ı qəribanında xanım Zeynəbi tək qoymayanlar, ucadan deyək ya Hüseyin, ya Hüseyin, ya Əbu
Abdin nail ottuk yerde inşallah sine vuram. Ne vaktidir ne vakti şam-ı viranada perişanım Ali canım. Kulak as. Ne vaktin şam-ı viranada perişanım Ali canım. Kafeste murg bi canım Ali canım, Ali canım, Ali canım, Ali canım, Ali canım, Ali. Ey Ali canım, Ali canım, o gün ki senden ayrıldım, eynimden aktı gözyaşım, elimden tutmazdı bir kez, teyir daştan daşa başım, gahi zecr oldu hemrahim, gahi şümr oldu yoldaşım. Dedim el çekse zer benden, Müslümanım Ali canım, Ali canım, Ali canım, Ali canım, Ali canım, Ali canım. Ay maşallah Ali canım. Canım öleydim kaş bu çöllerde, yolum düşmeydi bu şehir. Bu şehrin yoktu ehlinde, adamlar zerbi gevre. Suyu çok pencivaradır, gazası benziyir zehre. Odur meylim onlardayım, lebed şanım Ali canım, Ali canım, Ali canım, Ali, hay hay Ali canım. Canım bibim Zeynep diyer her dem, garibi ölmeye kalma. Gel ağuşimde aram ol, benim aramımı alma. Rügeyye üz koyma divara, anamı yadime salma. Anam teşevvame yanıma yanım Ali canım, Ali canım, Ali canım, Ali canım, Ali canım, Ali canım, Ali eşkinen Ali canım, Ali canım, Ali canım, canım Ali canım, Ali canım, Ali dedi zikrele Ali canım, Ali canım, Ali canım, Ali canım, Ali canım. Mənə sözdən sifarişdən eğer olsa gələ gönder. Səla kuş var evladım, katil bir pirəhən gönder. Sen istersen toy libası, al ben tez öleyim. Gelmiş yeşil el Şam-ı garibane bir. Bu gelim ora.
Ay vermeye baş sağlığı biz gelmişik eşiğələ gelmişik eşiğələr uca vermeye baş sağlığı biraz qabağa gelmişik eşiğələr ya Allah bir de gelmişik eşiğələr Ana biz bu gece biz gelmişik Nuh'a diye yağlıyıq Bu gece biz gelmişik Nuh'a diye yağlıyıq Ağlayıb ol sarvara sinemizi dağlıyıq Təşnə ölən sarvara cümlə əza saxlayaq Təşnə ölən sarvara cümlə əza saxlayaq Şivən ilə gəlmişik cümlə şəbistana biz Sağlığı Allah ay maşallah ay maşallah ay ağlar yol sərvərin nazlı ələmdarinə ağlar yol sərvərin nazlı ələmdarinə cümleyi əshabinə yaver o ansarinə cümleyi əshabinə yaver o ansarinə Heyf ola Abbasın ol qamət qollarına Yesə ələr zeylərü sərvəri mərdana Biz gəlmiş uca verməyə ay maşallah Eşkılar vermeye baş sağlığı
Ay sümbatı boz kavline ekber şirin zaman Hulki Ali Eskeri Ohluyum ol şufiyan Bir günah olmuş şehitsin o iki bağrı kan Bir günah olmuş şehitsin o iki bağrı kan Bais odur gelmiş nale bu Afgane biz Gelmiş eşeğeler Ya Allah şey yerde kalıp peykere Şah zemin o zaman nizeye kesmiş başı Kavmi ahır nizeden Kimsene yok eyliye Guslu hani toy kefen Kimsene yok eyliye Guslu hani toy kefen Düşmeye yağlar nece Kuhu biyabane biz Gelmiş yeşiyeler Uzay düşüye şeyler Şam-ı garibana biz Vermeye baş sağlığı Ya Allah Vermeye baş sağlığı Ay nazlı sakine olup Bu gece zar o melul Zulmülesini vurup Şimdi şerir o cehul Titriyir bu zulmüden Erşe Hudayı Resul Titriyir bu zulmüden Erşe Hudayı Resul Ağlar ol bir kes o Hali perişane biz Gelmiş yeşiyeler Uzay gelmiş yeşiyeler Yorulma Sağlığı
şiələr Kərbəla şahinə Ağlayın ey şiələr Kərbəla şahinə Baxmadılar Zeynəbon od vurulayahinə Zülm ilə od vurdular xeymə və xərgahınə Zülm ilə od vurdular xeymə və xərgahınə Kaşyanı yox ey tamam ateşi suzanə biz Gəlmişik şiyələr Şiyələr Şam-ı qəribanə biz Verməyə baş sağlığı Şiyə başı Zeynəb Kulsum olub xəsmə əsir o fəqarər bir möhnətə Bu gecə olmuşdu çar Seyyid Səccadidən Nalə edir zar zar Səs verə yol bir kəsə İndi yana yana biz Gəlmişik ey şiyələr Sağlığı Verməyə baş sağlığı Sağ olsun Ay maşallah Şiyə başın sağ olsun bir də deyək Şiyə başın Kesid eləyəcək yeni nohiyə Fələklər ağlar, mələklər ağlar Geyibdi Zeynəb o Hüseynə Fələklər ağlar, mələklər ağlar Geyibdi Zeynəb qəra Hüseynə Qəra yeləsti bu səs nə səsdi Tutubdu Zəhra əza Hüseynə Qəra yeləsti bu səs nə səsdi Tutubdu Zəhra əza Hüseynə Hüseynim eyvay Hüseynim eyvay Hüseynim eyvay Hüseynim eyvay Hüseynim eyvay Qabil əmanı Hüseynim eyvay Hüseynim eyvay Hüseynim
Hüseyin'im eyvah, Hüseyin'im eyvah, tallandı bağlar, solunca rağlar, çəməndə bülbül gölün sırağlar, yanan çadırda ben altı zəhra, susuz şəhidə yavaşdan ağlar, nə var dilində, bəla çölündə, batıb qonaqlar, yetim uşaqlar, ürəkdə vəhşət, əsirə qürbət, edir rüqəyyə, nə var Hüseynə, Hüseynim eyvay. Hüseynim eyvay, Hüseyin. Hüseynim eyvay, Hüseynim eyvay. Vay gəlib fəqanə, o nazidanə, özün yetirdi həsirə yarə, dedi qəribəm baba əsirəm, günüz yoldu məni suvarə, su oldu azad rübab edir dadə, süd əmər var, nəgəhi varə, su oldu azad, su oldu azad, rübab edir dadə, süd əmər var, nəgəhi varə, yanır cigərdən nəhal şivən, deyir bu canım fəda Hüseynə, Hüseynim eyvay. Bunu uca deyək, hər yerdə eşidənlər uca Hüseynim eyvay. Vay Hüseynim eyvay, devayı hicran, bu dərdə dərman, nə məndə vardır, nə səndə baba, nə məndə vardır, nə səndə baba, pozuldu halim, düşün məlalim, bu qorxuluyum, nə səndə baba, hava qaraldı, bibim qocaldı, hava qaraldı, bibim qocaldı, başığı qatil kəsəndə baba, eşitdi onda deyirdi Zəhra, tutubdu matəm Hüseynim eyvay, Hüseynim eyvay. Uça! Hüseynim eyvay, Hüseynim eyvay. Hüseynim eyvay, Hüseynim eyvay. Eyvay buzara səs ver, mənə nəfəs ver ki, mərği ruhim çıxır bədəndən, yatıbsan üryan, çumahi kanan, hədim libasun soyubdu təndən, soyubdu təndən, soyubdu təndən, necə gedim mən bu əncüməndən, məgər həzarə divarə məndən, gərək ölüncə deyəm Hüseyin vay, anam verərsə sana Hüseyinə, Hüseynim eyvay. Ay maşallah, eyvay Hüseynim eyvay. Hüseynim eyvay, Hüseynim eyvay. İnşallah istirahat edəcəyik məsələn, çəkildi Şamə, qatar Zeynəb, çəkildi Şamə aram, qatar Zeynəb, çəkildi Şamə Zeynəb, əsas-ı işrət olub mürəttəb, çəkildi Şamə. Bunu hamımız deyək, əsas-ı işrət olub mürəttəb, çəkildi Şamə. Nə bunu verdi Yezid fərman,
جیسون تماما libas elma. Niye bunu hamı demir? Zeynep şematet üsün o kavmi ebter seki. Hamı Zeynep hena yakıblar edip leziver çekildi şah. Zeynep ahudem ehli cefa kırmızı ellerde hamire sikonam itirat et haret maşaya çıkıp harici ad koydular on hizmeti ülyalara ey kaş dilim lal ola ümladi elif ol kola bağlı başacım gün kimi başlar uzalıp nizeler üstünde görüm dehrola viran çekildi Şam'a Hamdiye çekildi İnne be'esas işret olun müretteb İnne bunu verdi Yezid ferman çekildi Şam'a Feysun tamamen libas yelvaya Nem şematet üçün o kavmi ebter telesmez çekildi şah Nem hena yakıblar edip leziver Zeynep nakledir Seyyid Seccad bizi Şam'a cefaya aparan gün ciğerim dağlı kolum bağlı babam başıncı dağda şehami emmelerim nagir yaniden aya Sada çeştiler ey kavmi Yahudi Bu hemen Xeyberi viran eleyen mürtezebi itretidir Aldılar daş ellerine desteğini yandırban Ahdılar emmâmeyi ey pakime Görüm dehrola viran çekildi Şam'a Ay asası işret olun müretteb Ne bunu verdi Yezid ferman çekildi Şam'a Katar Zeynep şematet üçün bu kavmi eter aya Çaş bucun budanda Çaş bucun budanda Asgal susuz alanda Xeymeler otlananda Zeynep esir olanda Çaş bucun budanda Hüseyin teç kalanda Rugaya suz olanda Çaş bucun budanda Zeynep esir olanda
oxlananda Əsqərim oxlananda Kaş bu gün bu damda Kaş bu gün bu damda Ya Hüseyin yabna Zahra 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 Yabna Zahra mən Hüseynciyəm Vətənim Kərbəla mən Hüseynciyəm Gəlsə də bir bəla mən Hüseynciyəm Mən Hüseynləyəm hər an mən Hüseynciyəm Vətənim Kərbəla mən Hüseynciyəm Gəlsə də bir bəla mən Hüseynciyəm Mən Hüseynləyəm hər an vardı səfa Həm də şəfa Kərbəla Bəla sənə fəda şah و gəda Kərbəla Ay Kərbəlaya getmək istəyən vardı səfa Həm də şəfa Kərbəla Bəla Kərbəla Ya Hüseyin yəvnə Zəhra Ay maşallah Bir də uca Ya Hüseyin yəvnə Zəhra Ya Hüseyin yəvnə Zəhra Mən Hüseynciyəm Vətənim Kərbəla Mən Hüseynciyəm Gəlsə də bir bəla Mən Hüseynciyəm Mən Hüseynləyəm hər an Mən Hüseynciyəm Vətənim Kərbəla Mən Hüseynciyəm Gəlsə də bir bəla Mən Hüseynciyəm Mən Hüseynləyəm hər an vardı səfa Həm də vəfa Kərbəla Ay maşallah sənə fəda Şah و gəda Kərbəla Kərbəla sənə fəda Şah و gəda Kərbəla 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 Ya Hüseyin yəvnə Zəhra Bir də uca Ya Hüseyin yəvnə Zəhra Sən yəvnə Zəhra Qərq qəmdir iki matəm Qarə geyib mah-ı Muhərrəm Qərq qəmdir iki aləm Qarə geyib mah-ı Muhərrəm Biqərarəm Andola o qana batan məqtələ 11 aydır Gözləmişəm mah-ı Muhərrəm gələ 11 aydır Gözləmişəm mah-ı Muhərrəm gələ Sənin qəmində ağlayır Anam veribdi süd mənə Sənin qəmində ağlayır Anam veribdi süd mənə Ayat ölən rüqəyyəsi Ölüncə ağlaram sənə Ölüncə ağlaram sənə De, ölüncə ağlaram sənə Ölüncə ağlaram sənə Ölüncə ağlaram sənə Əllər bu qaldır de Ölüncə ağlaram sənə
ölüncə ağlaram sənə, ölüncə ağlaram sənə, ölüncə ağlaram sənə, bağlaram şanə əzanı, ölüncə soymaram qəranı. Bağlaram şanı əzanı, ölüncə soymaram qəranı. Qarət ərsən bir də əsir qəm yayılır aləmə, eylərəm mən canımı qurban bu əziz matəmə, eylərəm mən canımı qurban bu əziz matəmə. Qarəvi bağlaram Hüseyn, Yasufu saxlaram Hüseyn, qarəvi bağlaram, Yasufu saxlaram, Yasufu saxlaram Hüseyn. Sən də mənim yasıma gəl, gəlməsən ağlaram Hüseyn, gəlməsən ağlaram Hüseyn, gəlməsən ağlaram Hüseyn. Bağlaram şalə əzanı, ölüncə soymaram qəranı. Bağlaram şalə əzanı, ölüncə soymaram qəranı. Qərq qəmdir iki matəm, qərq qəmdir iki aləm, qarə geyib mah-ı mühərrəm. Qarəvi bağlaram Hüseyn, Yasufu saxlaram Hüseyn, qarəvi bağlaram, ay Yasufu saxlaram. Ey sən də mənim yasıma gəl, gəlməsən ağlaram Hüseyn, gəlməsən ağlaram Hüseyn, gəlməsən ağlaram Hüseyn, gəlməsən ağlaram Hüseyn. Şiyə başım sağ olsun bu mavtən. Karıştırmıyorum. Bir taraf obursun desin, bir taraf obursun. Ay yaralı sultanım, vurubdular səni çox qardaş, sökübdü qəlbimi oh qardaş, səsimə səs verən yox qardaş. Ey bədəni sət parə, qalıbdı Zeynəbün avara, gedibdi qarətə gəhvara.
Rübab olubdu bəxti qara yaralı ağam eyvah. Yaralı uça yaralı ağam eyvah. Ağam eyvah yaralı Ərbədarəm ay qardaş Gəzər bu nüskülün dillərdə Qalıbdı köynə yönəllərdə Rüqəyyün ağlayır çöllərdə Dərbədərəm ay qardaş Həmişə yarə bağlar Zeynəb Sənə ölüncə ağlar Zeynəb Qəmündə sinə dağlar Zeynəb Yaralı ağam eyvah Yaralı ağam eyvah yaralı Meyvan yaralı Dərbədərəm ay qardaş Dərbədərəm ay qardaş Mənə bu bir müsibət bəsdi Çıxanda sinə və şimrəsdi Susuz başımı dağdan kəsdi Fatimənin reyhani Olubdu peykərin orağı Nə baş qalıbdı nə barmağı Görümsün eydi attırnağı Yaralı yorulmusan bilirəm Amma axır nohəmiz olsun inşallah Zəhmətimiz tamam olsun Bu 10 gündə sinə vuran heyyətdə olan qardaşlarım Allah hər birinizdən razı olsun inşallah Yaralı ağam eyvah yaralı Ağam eyvah yaralı Ağam eyvah yaralı Dərbədərəm ay qardaş Dur eylə bu sözə bir çarə Gəlin görək sana quşvara Nə ki ola qulağı yarı Xuda səndən istərik Torpağın əzizləri Hamı yolun gözləri Ərbəyini gözləri Ey ömrümün cənnəti Ey eşqimin zinəti Canımız sənə fəda Canımız sənə fəda Hamımız sənə fəda Ay dərbədərəm ay qardaş Dur eylə bu sözə bir çarə Gəlin görək gəniz uşvara Nə ki ola qulağı yarı Hardadır damad Allah Görə ərusi gün tək soldu Əlindəki həna qandı Gözü sahabı qəm tək dondu Əvali ağam eyvah yaralı 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 Axır bəndimizi deyək Yaralı 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 Ağam eyvah yaralı Dərbədərəm ay qardaş Gəzər bu nüskülün dillərdə Gəzər bu nüskülün dillərdə Qalıbdı köynə yönəllərdə Rüqəyyün ağlayır çöllərdə Dərbədərəm ay qardaş Həmişə yarə bağlar Zeynəb
Sənə ölüncə ağlar Zeynəb, qəmündə sinə dağlar Zeynəb, şiyə başın sağ olsun. Deyin inşallah. Axir elə məclisimiz bundan qutarsın. Şiyə başın sağ olsun. Eşq ilə, eşq ilə. Ay maşallah, ay maşallah. Qurban olun bu sinələr. Sinələrimiz İmam Hüseyin ağanın matəmində yorulsun. Vay vay sen vay 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 sen vay 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 vay. Uza vay vay sen vay vay. Ya Allahümme salli ala Muhammedin ve ali Muhammed. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin وعلى أولاد الحسين وعلى أصحاب الحسين. السلام عليك يا أبا عبد الله يا حسين بن علي يا حجة الله على خلقه يا سيدنا ومولانا. إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله اشفع لنا عند الله يا وجيها عند الله اشفع لنا عند الله. يا رحمن يا رحيم يا الله يا الله يا الله يا الله يا الله
Ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah. İlahi Pərverdigara dərgahı açılan əllərimizi naimiz sinəmizə qaytarma. İlahi qalbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar elə. İlahi cümləmizə halal, minnətsiz ruzilər nəsib elə. İlahi cümlə şəhidlərimizə rəhmət elə. Atalarına, analarına səbr-i əyyubi kəramət elə. İlahi qazilərimizə acil şifa mərhəmət elə. Vətənimizin keşiyində, qulluğunda duran əskərlərimizi ağla gələr gəlməz xəta bəlalardan amanda saxla. İlahi mərizu mərizələrimizə acil şifa inayət elə. Dini İslam'a qüvvət verginən, dinin düşmənlərini məhv nabud etginən. İlahi bu Muharremi ömrümüzün axırıncı Muharremi qərar vermə. İlahi sən rəhmansan, rəhimsən, bizləri bağışlamamış dünyadan aparma. İlahi ağamız İmam-ı Zamanın zuhurunda təcil elə. İlahi bizləri o Həzrətin həqiqi dostlarından, sirdaşlarından qərar ver. İlahi ağamızın gəlişiyle yer üzerinde hakkı sülhü berqərar elə. Bismillahirrahmanirrahim. Allahümme kulli veliykel Hüccet ibnil Hasan Salavatüke aleyhi ve ala abai fi aziz sa'a ve fi kulli sa'a veliyen ve hafizan ve qaiden ve nasra ودليلا وأينا حتى تسكنه أرضك وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. İnşallah okunan Kur'an'ın qəbuluna və bu savabdan, bu məclisin savabından da ata-analarımızın ruhuna, haqqı boynumuzda olanların ruhuna El-Fatiha ma'as-salavat. Peygamber, Ali Peygamber'e salavat zikr eləyək. Allahümme salli ala Muhammed ve Ali Muhammed. İltiması dua eləyənlərimiz, xəstəsi olan, müşkili olan, xüsusilə övladlarıyla bağlı iltimas eləyən valideynlərimiz var. Cümləsinin həlli rəva olmasına salavat zikr eləyək. Övlad arasında olan ailələrimiz var. Nəzərimizdə olanlar başda olmaqla cümləsinin tezliklə əməli salih övladları olmasına xatir salavat zikr eləyək. Əsgərlərimizin salamatlığına xatir, sürücülərimizin salamatlığına xatir salavat zikr eləyək. Zindanlarda olan məhbusların, müşkillərinin həll olub tezliklə azadlığa qovuşmalarına salavat zikr eləyək. Hacı Eldəyək əziz qardaşımız, axundumuz başda olmaqla bu məclislərimizdə nə qədər xidmət göstərən, zəhmət çəkən insanlar var.
Sinə vuran Sinəzən qardaşlarımız, Məddah qardaşımız, Qari qardaşımız, operatorlarımız, nə qədər zəhmət çəkənlər var, əziyyət çəkənlər var, özlərinin, ailələrinin salamatçılığı, dünyasını dəyişmiş ata-babaları, əmvatların istirahat ruhuna salavat zikr eləyək. Allah sizləri korusun. Sağ olun kardeş. Allah sizləri korusun. Allah kömək olsun.